Salam, hörmətiniz xeyir olsun. Ekspert rəyi efirdədir. Bugün biz valideyn himayəsindən məhrum olmuş uşaqlar haqqında danışacağıq. Onlarla bağlı dövlət siyasəti nə yerdədir, hansı işlər görülür və bugünkü qonaqlarımızı, ekspertlərimizi təqdim etmək istəyirəm. Kəmalə Aşımova, Ümidli Gələcək Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin direktoru. Kəmalə xanım, salamlayırıq sizi, xoş gəlmisiniz. Və Cavid Şahmalıyev, Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdürü. Cavid müəllim, xoş gəlmisiniz. Sizi studiyamızda görmək çox xoşdur. Hər ikinizi və çox sağ olun ki, bizə vaxt ayırdınız. Cavid müəllim, istərdim elə rəsmi məlumatla başlayaq və ilk sualı sizə ünvanlayım. Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı dövlət siyasətinin əsas prioritetləri nədən ibarətdir? Təbii ki, ilk növbədə prioritet budur ki, uşaqları ailə qayğısı ilə əhatə etmək. Yəni, uşaqlar öz doğma bioloji valideynləri ilə yaşamalıdırlar və o bioloji valideyndə yaşanma prosesi dəstəklənməlidir. Bu, dövlətimizin başlıca qarşısında durduğu məsələdir və o cümlədən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq və Sosial Xidmətlər Agentliyi olaraq da bizim hal-hazırda valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı iki əsas prinsip əsasında işimizi qurmuşuq. Biri zərurət prinsipidir, yəni uşaq ən son zərurət halında ancaq ailədən ayrıla bilər, o sona qədər ailədə qalmağı dəstəklənməlidir. İkincisi də uyğunluq prinsipidir ki, əgər uşağın ailədən çıxması artıq son zərurətdirsə, ona uyğun qayğı növünün müəyyənləşdirilməsi. Bilirsiniz ki, artıq Azərbaycanda alternativ qayğı növləri formalaşdırılıb. 2023-cü ildə ölkə rəhbərinin müvafiq fərmanı əsasında ölkədə himayədar ailə qayğı modeli tətbiq olunmağa başladı və bu himayədar ailə qayğı modeli əslində bizə imkan verir ki, uşaqlar valideyn himayəsindən məhrum qaldıqda ailə himayəsi ilə əhatə olunsunlar. Çünki himayədar ailə qayğı növü ailə əsaslı qayğıdır. Düzdür, bugünə qədər Azərbaycanda kiçik qrup evləri də var idi, amma onlar ailə tipli qayğı növləridirlər, tam ailə əsaslı deyirlər. Bütün bunlar bizim işlərimizin əsas istiqamətidir ki, biz çalışırıq ki, uşaqlar ailədən ayrılanda ailəyə yaxın, yəni məsələn övladlığa verilməsi ilə və yaxud qəyyumluğa verilməsi ilə və yaxud himayədar ailəyə verilməsini təşviq edək ki, bununla da biz əsas onların mənafeylərinə sona qədər xidmət eləyək. Çünki hər bir uşağın başlıca istəyi və arzusu onu əhatə edən doğma mühitdə böyüməkdir. Cavit müəllim, əslində məncə burada bizim tamaşaçılarımız üçün bir qədər dəqiqləşdirməyə ehtiyac var ki, tam aydın olsun hər bir tamaşaçımıza. Övladlığa götürmə var, himayədar ailə modeli var, qəyyumluq var. Bunlar arasında fərq nədir və bu istiqamətdə hansı işlər görülür? Bəli, Şahin müəllim, çox yaxşı məqamdır. Əslində bu himayədar ailə qayğı növü yeni olduğundan, təbii ki, bunun özünün hər dəfəsində bütün efirlərdə bu barədə biz məlumat verməliyik ki, himayədar ailə övladlığa götürmədən və qəyyumluqdan fərqlidir. Bu himayədar ailə müqavilə əsasında, müvəqqəti əsaslarla valideyn himayəsindən məhrum olmuş uşağın himayədar ailəyə verilməsidir. Bu müavinət əsaslı bir qayğı növüdür və hər bir uşağa görə dövlət tərəfindən müavinətlər nəzərdə tutulub verilir. Amma övladlığa götürmək isə ümumilikdə övladlığa götürən şəxs uşağın üzərində rəsmi artıq deməli qanuni şəxs olur və uşaq ailənin bir üzvü olur. Uşaq ailənin vərəsəsi, hüquqi üzvü kimi bütün ailədəki uşağa dair bütün hüquqi deməli statusu da daşımış olur. Amma himayədar ailədə belə deyil. Himayədar ailə sadəcə agentlik və valideynlər arasında bağlanmış müqavilə əsasında da müvəqqətidir və keçid xarakteri daşıyır ki, uşaq yenidən öz doğma ailəsinə qaytarılsın. Yəni himayədar ailəyə müraciət edən valideyn namizədlər əslində bunları bilirlər və onlar müvəqqəti xarakterli olan bu qayğı növündə uşağı dəstəkləməyə gəlirlər. Yəni valideyn himayəsindən məhrum olmuş uşaq müəssisə görməsin, müəssisələşməsin. Çünki müəssisələşmə uzun müddət davam etdikdə uşaqlarda müəyyən onların psixoloji, kognitiv, sosial inkişafında müəyyən ləngimələrə səbəb ola bilir. Ona görə də beynəlxalq təcrübədə də bu belədir ki, uşaqlar erkən yaşlarında ailə qayğısından məhrum olanda onlar ailə əsaslı qayğıya yönləndirilirlər. Çünki birə-bir valideyn qayğısı kəsilməsin və onlar himayədar ailədə bunu təmin etmək olur. Himayədar ailədə birə-bir valideyn qayğısıdır. Təbii ki, qrup evlərində də bunu təmin eləmək olur haradasa, kiçik qrup evlərində də təmin eləmək olur. Ümumilikdə amma sizin sualınızın cavabı olaraq qəyyumluq qaldı burada. Qəyyumluq bizim Nazirliyin deməli mandatı altında deyil. O da
qohumları tərəfindən uşaqların, məsələn, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların nənəyə, babaya, əmiyə verilməsidir ki, orada da uşaqların qanuni nümayəndəsi artıq onun nənəsi, bibisi və yaxud da xalası rolu oynayır. O, müvafiq icra hakimiyyətləri orqanları tərəfindən onların qərarı əsasında formalaşır. Burada da, bu halda da, qəyyumluq halında da həmin o qəyyumlar, belə deyək, bir növ valideyn kimi hüquqlara malik olurlar, yoxsa yox? Bəli, qəyyumun hüquq və vəzifələri elə normal bioloji ailədəki valideynin hüquq və vəzifələridir. Niyə görə? Çünki burada hər bir halda övladlığa götürmə olsun, qəyyumluq olsun, normal dediyimiz bioloji ailə olsun, mövzu uşaqdırsa, uşağın istəkləri və arzuları və ümumiyyətlə inkişafını təmin etməkdirsə, burada hər zaman o uşağın inkişafı biz həmişə təlimlərdə, əməkdaşlarla ünsiyyətdə də deyirik, uşağın bəlli ehtiyacları var və o ehtiyacları təmin edəcək stabil qayğını dəstəyi verə biləcək. Ya bu bioloji valideyn olsa nə yaxşı biz bunu dəstəkləyirik. Ola bilmirsə, əgər himayədar ailədəki şəxs olsun, ola bilmirsə qəyyum olsun, fərq etmir. Hətta icmadan, yəni qonşuluqdan da kimsə olsa belə, o şəxs ki, uşağa qayğı göstərəcək, onun o universal uşağın ehtiyaclarına ki, dünyanın hər yerində eynidir, onu təmin edə biləcək bacarıqları olmalıdır. Sevgidirsə stabil, qayğıdırsa stabil, dəstəkdirsə yerində, uşağa empatiya göstərməlisə, dinləməlisə, o bacarıqlara sahib olmalıdır. Yəni, əslində bu valideyn bacarıqları mövzusudur artıq. Bununla bağlı və xüsusən də bu istiqamətdə görülən işlər, statistik məlumatlar, bu haqda hələ sizə sualımız olacaq. Amma istədim Kəmalə xanıma da bir sual ünvanlayım ki, Kəmalə xanım, sizcə hal-hazırda valideyn himayəsində məhrum olmuş uşaqlarla bağlı görülən işlər, bu istiqamətdə dövlət siyasəti, bu istiqamətdə Sosial Xidmətlər Agentliyinin gördüyü işlər, bu situasiyanı necə qiymətləndirirsiniz və sizcə bəlkə daha nələrsə etmək olar, situasiyanı daha yaxşı dəyişmək mümkündür? Qeyd edim ki, bu əslində görülən işlər kifayət qədər işlər görülüb. Demək olmaz ki, belə deyək də zəiflik var və s. Müsbət nəticələrimiz var. Çünki bu sahədə dövlət qurumu ilə yanaşı, əsasən də məsələn Əmək və Ailə Sosial Müdafiə Nazirliyindən daha çox belə deyək də üzərinə öhdəliklər düşür. Xüsusən də Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi bu işdə çox böyük dəstəyini göstərir və töhfəsini verir. Çünki bu uşaqların, bu ailələrin belə deyək, diqqətdə saxlanılması, onların qiymətləndirilməsi yenə də sosial işçilərin və psixoloqların üzərinə keçir. O baxımdan digər paralel olaraq da bu işi yerli qurumlar və qeyri-hökumət təşkilatları nəzdində olan sosial xidmət mərkəzləri də bu istiqamətdə dəstəyini göstərir və xüsusən də icra edilən layihələr, proqramlar ki, dəstəkdir. Bu da əlavə bir töhfədir. Və kifayət qədər də iş görülür. Artıq bir multidisiplinar şəkildə sistemli bir proses başlayıbdır və nəzərə alsaq ki, artıq hətta Sosial Xidmətlər Agentliyinə aid olan o qanunvericilik bazası artıq bu sahədə təkmilləşib, sosial xidmətin göstərilməsi, digər tərəfdən sosial inkişafla bağlı qanunvericilikdə xüsusi maddələr və mexanizmlər işlənilib. Amma bununla da paralel bu yaxınlarda hər birimiz artıq şahidlik edirik ki, uşaq hüquqları haqqında qanun yeni deməli formatda artıq hazırlanıb və birinci oxunuşdan da keçib və o qanunda da xüsusilə bu çətin həyat şəraitində yaşayan, həssas ailələrdə olan uşaqların durumu ilə bağlı ayrıca maddələr qeyd olunub. Və onlar da o qanun da bizə şərait yaradacaq ki, bu sahəni daha da genişləndirək, təkmilləşdirək. Təbii ki, bəzi çətinliklər var, kadr çatışmamazlığı, regionlarda həmin o xidmət mərkəzlərinin daha belə deyək, davamlı ümumiyyətcə olması, fəaliyyətdə qalması. Çünki burada əsas məsələ hadisə olandan sonra deyil, erkən müdaxilə ilə, preventiv tədbirlə biz bu uşaqların ümumiyyətcə müəssisəyə düşməsini, Cavid müəllim qeyd etdiyi kimi, bizim əsas məqsədimiz nədir? Hər bir konvensiyada uyğun olaraq Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdən irəli gələrək, həm də qanunvericiliyimizin ölkədə diktə etdiyi və qeyd olunan kimi əsas uşağın ümumdə maraqlarından irəli gələrək bizim əsas məqsədimiz nədir? Hər bir uşaq sevgi ilə ailə daxilində təmin olunsun. Amma təəssüf ki, elə hallar olur ki, artıq o ailədə uşağın qalması mümkün olmayanda, bəli, biz artıq
üst tuturuq ki, bu uşaq belə bir qərarlar verilir. Ağır da olsa, amma onun həyatının əsas ümdə maraqlanan irəli gəlir, onun təhlükəsiz yaşaması və bundan sonraki inkişafı çox önəmlidir. Və o baxımdan düşünürəm ki, bəli, edəcəyimiz hələ fəaliyyətlər irəlidə var, amma indiki dönəmdə əgər danışsaq və Sosial Xidmətlər Agentliyinin 2020-ci ildən fəaliyyətini hələ belə deyək də yeni bir qurum olaraq yeni də olsa, amma kifayət qədər işlər görülübdür. Və mən düşünürəm ki, bu istiqamətdə də və müsbət halda ondan ibarətdir ki, biz hər gün mütəmadi, hər ay eşidirik ki, hansı statistikalar var, neçə uşaq artıq istər himayə verilib, istər qəyyumluğa verilib, istər artıq müəssisədə deyil, bioloji ailəsi ilə yaşayır və bunlar müsbətlərdir. Amma bununla paralel biz gərək maarifləndirməni də gücləndirək. Düzdür, mütəmadi həm sizin Dost TV-də və saytlarda da biz də məsələn təşkilat olaraq hər zaman yayırıq və bunu da belə deyək də təbliğinə can atırıq və edirik də bu işi ki, videolar hazırlanır, maarifləndirici çaxlar var ki, insanlar üst tutsunlar ki, uşaqların müəssisədə yaşamasındansa ailəyə verilməsi daha yaxşıdır, ailə mühitinin, ailə sevgisinin. Çünki orada uşağa fərqli və fərdi yanaşma olacaqdır. Yəni, müəssisə yaxşıdır, amma nəzərə alsaq ki, ailə mühiti, belə deyək də, o daha uşağın yaxşı yaşamasına şərait yaradır, sosiallaşmasına, sosial bacaqların verilməsinə, sevginin, ailə sevgisinin verilməsində və inteqrasiyasına. Yəni, bu istiqamətdə o uşaqların təbii ki, öz ailələrində və yaxud başqa bir seçilmiş xüsusi artıq müraciət edən ailələrə verilməsi çox müsbətdir. Aydındır. Cavad müəllim, Kəmalə xanımın rəhbərlik etdiyi ictimai birliyin adında çox gözəl bir ifadə var, ümidli gələcək. Və bu ümidli gələcəyin əsas tərkib hissəsi bugünkü uşaqlardır. Ki, bizim həqiqətən işıqlı gələcəyimizin olması üçün bugünkü uşaqların müvafiq inkişafı vacib bir şərtdir. Və bununla bağlı bəzi ölkələrdə, adını çəkməyəcəyimiz bəzi ölkələrdə artıq müəyyən bir həyəcan təbili çalınır ki, bu sual altında ola bilər məhz o işıqlı, ümidli gələcək. Çünki valideyn himayəsində məhrum olmuş uşaqların sayı artır, çoxdur və bu gələcək üçün müəyyən bir risklər yaradır. Və xüsusən də müəssisələrdə böyüyən uşaqlar, onlar valideyn sevgisi görmürlər, onlara müvafiq təlim, tərbiyə, sevgi, qayğı ilə təmin etmək çətindir, təbii ki, böyük müəssisələrdə və bununla bağlı müəyyən problemlər ola bilər gələcəkdə. Bizdə bununla bağlı situasiya necədir? Bizdə valideyn himayəsində məhrum olmuş uşaqların təxmini də olsa sayı, bu sayı artır, azalır və bu uşaqların övladlığa götürülməsi prosesi hansı səviyyədədir? Valideyn himayəsində məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi, onların orada böyüməsi ilə bağlı vəziyyət necədir? Bu haqda xahiş edirəm. Başa düşdüm Şahin müəllim. Sizin qaldırdığınız məsələ ki, o uşaqların ümidli gələcəyinin sual altına düşməyi, bu şükürlər olsun ki, bizim ölkəmiz artıq bu proseslərdə çox yaxşı deinstitutlaşma siyasəti və strategiyası görmüş oldu və bunun ən son halqası 2022-ci ildə ölkə rəhbərliyinin müvafiq fərmanları ilə ölkədə bir noyabrın 1-dən bu səlahiyyətlər Əmək və Ailə Sosial Müdafiəsi Nazirliyinə verildi. Bir gatekeeping mexanizmi quruldu. Gatekeeping mexanizmi elə o Kəmalə xanım da qeyd elədiyi kimi o multidisiplinar, o çox profilli, o qurumlar arası koordinasiyanı tətikləyən, onu təşviq edən bir mexanizmdir. Əslində biz əgər uşaqların ümidli gələcəyini arzulayırıqsa, gərək biz uşaq mərkəzli düşünək, uşaq mərkəzli danışaq, uşaq mərkəzli qanunlarımız olsun, uşaq mərkəzli siyasətlərimiz olsun və ona biz fəxrlə deyə bilərik ki, doğrudan da Azərbaycanda Ailə Məcəlləsində son bu deməli uşaq müdafiəsi istiqamətində atılan addımlar siyasında Ailə Məcəlləsi dəyişildi və mexanizm orada artıq təsbit olunub. Yəni hər bir uşağı valideynlərinə baxmamaq ehtimalı olan bu və ya digər səbəbdən və yaxud artıq atılmış uşaqla bağlı bəlli bir mexanizm var. Elektron alt sistemlə dəstəklənir bu mexanizm. Yəni hardasa Azərbaycanın bir regionunda hansı bir uşaqla bağlı belə bir məqam varsa,
alt sistemə və o alt sistemə giriş də tamamilə heç nəyə bağlı deyil, nəyə xüsusi şəxsi kabinetə bağlı deyil. Yəni o qədər sürətli, operativ bir mexanizm qurulub ki, hər kəs bu məlumatı verə bilir və məlumata sahib olandan sonra artıq həmin o qiymətləndirmə, o uşaq mərkəzli qiymətləndirmə işə düşür. Mən çıxışımın əvvəlində qeyd elədim ki, biz iki mühüm prinsipi qiymətləndirmə alətlərində, yanaşmamızda tətbiq edirik və əməkdaşlara da bunun təlimatını veririk və ümumilikdə də siyasətimiz budur ki, əgər uşaq ailədən ayrılması, əgər hələ də son zərurət deyilsə, o uşağın ailədə saxlanılması, ailə inkişaf planının tutulması ilə dəstəklənməsi, ona sosial, iqtisadi, maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi yalnız o hal görüldükdən sonra uşaqlar yenə də ailədə qalmaq onların mənafeyinə xidmət eləmirsə, ondan sonra artıq müəssisələşməyinə səbəb olur və nəticə itibarilə də əgər biz 2020-ci ildə müəssisədə 1500 uşağın olduğunu əgər müzakirə edirdiksə, hal-hazırda 1200 uşaqdır. Əgər azalmaya da təbii, əgər 2020-ci, 21-ci illərdə biz ümumiyyətlə himayədar ailədən danışmırdıqsa, artıq bugün biz deyə bilirik ki, himayədar ailədə 78 uşaq vermiş. Ümumiyyətlə 2019-cu ildən, yəni həm istər övladlığa götürməklə bağlı səlahiyyətlər, sonra 22-ci ildə himayədar ailə və gatekeeping səlahiyyətlərinin bir nazirlikdə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cəmləşməsi nəticəsində artıq 2630 uşağa yaxın uşaq ailə himayəsində qaldı. Yəni onların hardasa deməli 850-dən çoxu ailəyə qaytarıldı, 850-yə yaxını ailədə saxlanıldı ki, müəssisəyə düşməsin. Daha sonra bir o qədəri övladlığa verildi, 78 nəfəri himayədar ailədə oldu. Yəni bizim elə bir ki, rəqəmimiz artıq 3000-ə yaxınlaşır ki, artıq biz bu müddət ərzində uşaqları ailə himayəsi ilə qayğıyla əhatə edirik. Bu cavab budur, bəli, nə gözəl. Və bunun da doğrudan da altında, arxasında deməli uşaq mərkəzli qanunvericilik, uşaq mərkəzli düşünən agentlik və bu günləri Kəmalə xanım sağ olsun bizim fəaliyyətimizə qiymət verdi bir QHT nümayəndəsi olaraq. Bu da bizim üçün sevindiricidir ki, doğrudan da bizim gördüyümüz işlər onlar tərəfindən belə dəyərləndirilir. Ümumilikdə isə sizin dediyiniz bu rəqəmlərdən belə bir nəticəyə gəlmək olar ki, bu istiqamətdə situasiya Azərbaycan üçün, Azərbaycan miqyaslı ölkə üçün bir həyəcan verici, narahat edici bir məqam yoxdur burada. Say elə də çox deyil əslində. 1200 uşağın müəssisələrdə olması düzdürmü? Yəni nəzərə alsaq ki, yəni ümumi ölkə əhalisinin sayı və uşaqların sayına nisbətdə bəli çox aşağı rəqəmdir. Yəni digər ölkələrlə müqayisə etsək, amma çox aşağı. Yəni bu o demək deyil ki, risklər heç vaxt nəzərdən keçirilməməlidir. Çünki trendlər dəyişir. Siz izləyirsiniz müasir sosial şəbəkələri, TikToku, çağırışları, yəni inanılmaz hələ süni intellekt zəka dövründəki məsələlər. Siz təsəvvür eləyin ki, belə bir Kəmalə xanım bəlkə o haqqında daha geniş məlumat verər. Süni intellekt bacarıqları olmayan bir uşağın süni intellektlə yazışması nəticəsində zəng gedib Kəmalə xanım gilə çıxıb ki, süni intellekt ki, təcili sənə qarşı zorakılıq var və məlumat verməlisən. Yəni bu bir tərəfli məsələlərdir. Burada da görüləcək işlər var. Digər tərəfdən, məsələn, TikTok səviyyəsində bu günlər uşaqlara yeni çağırışlar var. Yeniyetmələr arasında məsələn, deyək ki, arzu olunmaz, biz ona cinsi zorakılıq adı deyirik yekunda, belə məsələlərin artması, ümumiyyətlə uşaqların ailədən, ailəyə bağlılıqlarının bu müasir, bu belə bizim sosial şəbəkə deyirik ümumilikdə, amma nə qədər sosial şəbəkədə onu da düz bilmirəm, yəni TikTok nə qədər elə ola bilər, amma görünür ki, məsələn, çağırışlar var, məsələn, tutaq ki, ənənəviçilikdən kənarlaşmağa müəyyən yönəlik çağırışlar, uşaqlara bunlar təsir eləyir və bunu burada artıq bütün cəmiyyət, biz dediyimiz o uşaq mərkəzliliyi hər kəs, hətta mətbuat nümayəndələri, hətta hər bir müxbir belə öz səviyyəsində uşaq mərkəzli düşünməlidir. Uşağın mənafeyini sona qədər qorumaq, onun məsələn fotosunu, videosunu lüzum gəlmədikcə göstərməmək. Çünki bu məsələlər yekunda prosesdə onu görmürüz, amma yekunda onunla nəticələnir ki, gatekeepingin qapısı döyülür. Salam, mən uşağıma baxa bilmirəm, çünki artıq evdən qaçır. Bax, bu qapı döyülür və bu vəziyyəti profilaktikası daha çətindir. Əgər bir şey maddiyyata bağlı olsa, ünvanlı dövlət sosial yardımı verərsən, düzələr. Düzdürmü? Bir şey təhsilə və yaxud da hüquqi
sənədsizliyə bağlı olarsa, yatırım eləyərsən, təhsil və yaxud istiqamətinə dəstək verərsən, hüquqi sənəd düzəldərsən, düzələr. Amma bir şey artıq o dərin deməli disfunksiyonallığa gedib çıxırsa, yəni artıq o tək ailədən qaynaqlanmır, ümumilikdə o sosial şəbəkədən, trendlərdən, o artıq daha çətindir. Ona görə burada uşaq mərkəzli dedikdə mən həmişə deyirəm ki, bizim qanunvericiliyimiz uşaq mərkəzlidir. İndi növbə cəmiyyətindir, ictimaiyyətindir. İndi biz göstərməliyik ki, hamı elə olmalıdır. Çünki uşaq müdafiəsi hər kəsin işidir. Təkcə Şahin müəllim, Cavit müəllim, Kəmal xanımın işi deyil. Hər kəsin işidir. Hər kəs öz səviyyəsində uşaqları müdafiə etməlidir. Kəmal xanım, bir vacib məsələ də var. Bu uşaqların valideyn himayəsindən məhrum olmuş uşaqların, istər müəssisələrdə böyüyən uşaqların, istər hətta ola bilər ki, müəyyən Cavit müəllimin adını çəkdiyi modellər əsasında böyüyən, inkişaf edən uşaqların 18 yaşı çatdıqdan sonra onların inkişafı, onların cəmiyyətə inteqrasiyası, onların təhsil alması, o cümlədən ali təhsil alması. Bax, bu istiqamətdə sizcə vəziyyət necədir? Situasiya necə qiymətləndirmək olar? Bu istiqamətdə qeyd edim ki, biz də uzun illər bir qeyri-hökumət təşkilatı olaraq hər zaman bu mövzunu qaldırmışıq. Çünki həm müəssisələrdə iş aparılanda, həm müəssisəni tərk etdikdən sonra bizdə uşaq qaynar xəttinə uşaqlar müraciət edib, gənclər müraciət edib və kömək axtaran vaxtlar olub ki, yəni bu statistikada bizdə olub ki, onlar bəzi vaxtı küçələrdə keçirməli olurdular, qohumlar qəbul etmirdi, ümumiyyətcə çıxırdılar, hara getməyi bilmirdilər və iş tapmaq, işlə təminat, məşğulluq məsələləri ortaya çıxırdı. Amma bu istiqamətdə də irəliləyişlər var. Nə kimi irəliləyişlər? Dövlət tərəfindən artıq onların mənzillə təminatı. Digər tərəfdən 2024-cü ildə səhv eləmirəmsə, prezident tərəfindən imzalandı o gənclərin, ümumiyyətcə uşaqların təhsilinin deməli ödənişləri ilə bağlı dövlət hesabı, dövlət tərəfindən ödənilməsi və hər hansı bir təhsillə bağlı təkmilləşdirilmə ehtiyacı olduqda dövlət tərəfindən onlara maliyyə vəsaitinin ayrılması. Yəni bu özü də irəliləyişdir. Təbii ki, hələ ki çətinliklər var, amma bu sırf məşğulluq məsələsidir ki, o uşaqlara o peşələrin təminatı, peşələrə yönləndirilmə, onların davamlı istər ali təhsil müəssisələrində onlar dövlət belə deyək də dövlət hesabına təhsil alırlar. Çünki xüsusi qanunvericilikdə də bu var. Bu sosial bir dəstək ki, onlar müəssisələrdən olan uşaqlardır. Kimdə ki davam edir. Amma bir qədər məşğulluqla bağlı çətinliklər mövcuddur ki, onlara yararlı və onlara uyğun məşğulluğun xüsusilə regionlarda biraz təminatında bu istiqamətdə bəli geniş fəaliyyətlər, amma bununla bağlı Dövlət Məşğulluq Agentliyi də işi aparır və bu istiqamətdə onlar müəssisədən çıxdıqdan sonra o qeydiyyatda olduğu ərazi üzrə həmin deməli mərkəzlərə, məşğulluq mərkəzlərinə müraciət edə bilirlər. Onlara xüsusi onlarla iş aparılır və onların belə deyək də aktiv məşğulluq, sahibkarlığın öyrədilməsidir, CV-lərin hazırlanmasıdır və müvafiq belə deyək də karyera üzrə təkliflərin belə deyək verilməsidir. Çünki bizdə mən nümunə deyə bilərəm, bir case olubdur, hətta Sumqayıt şəhəri ilə bağlı olub və orada xanımdır, artıq çıxıb müəssisədən yaxşı tikiş bacarığı olubdu və bununla bağlı o xahiş edib ki, biz ona kömək eləyək ki, tikiş belə deyək də bir kiçik biznes açsın özünə. Tikiş sexi açsın. Kiçik öz elə qayıtdığı öz evinə, yəni qohumunun evində orada bir həyətdə bir imkan olub, həyət evi olub və orada çox istəyib ki, bir kiçik bir otaqda onu yaratsın. Amma bunun üçün vəsait lazım olur və bu istiqamətdə Məşğulluq Agentliyi yönəltdi Sumqayıt şəhər üzrə mərkəzə. O xanımla söhbət etdilər, tanışlıq etdilər və qeydiyyata götürdülər və o xanıma tikiş avadanlığı hədiyyə etdilər. Və o artıq bir neçə ildir ki, bu işlə məşğul olur. Yəni bu da özü bir dəstəkdir. Sadəcə olaraq bəzən çıxan gənclər hara müraciət edəcəklərini bilmirlər. Bax bu istiqamətdə paralel bunu da gücləndirmək mən düşünürəm ki, çox yaxşı olardı. Təbii ki, bu kateqoriyada olan gənclərə dövlət dəstəyi əvəz olunmazdır. Amma Cavit müəllim, istərdim bir məsələyə də aydınlıq gətirək. Kəmal xanım sadaladı. Bəli, biz bilirik ki, müəssisələrdə böyüyən uşaqlar 18 yaşa çatdıqdan sonra onlar üçün dövlət tərəfindən müəyyən proqramlar həyata keçirilir. Onların dəstəyi üçün müəyyən imtiyazlara malik olurlar. Bəs himayədar ailə modeli ilə böyüyən uşaqlar, qəyyumluq altında böyüyən uşaqlar,
onlara da şamil olunurmu bu imtiyazlar? Övladlığa götürülən uşaqlar 18 yaşına çatdıqda onların təhsili, keyfiyyətli təhsil alması, onların ali təhsili ilə bağlı məsələlərdə onlara dəstək göstərilməsi, bu istiqamətdə hansı dəstək tədbirləri var? Ümumilikdə Şahin müəllim çox yaxşı məqamı qabartmısınız. Çünki ümumiyyətlə qayğını tərk etmə özü bir dənə proqram olmalıdır da. Yəni bir uşaq 15 yaşına çatanda artıq biz düşünməliyik ki, bu 18 yaşına çatanda qayğını tərk edəcək və təbii ki, burada belə bir sual var da, məsələ var. Hər qayğını tərk edən yəni boşluğa getmir də, onu gözləyən anası, bəzən atası, bəzən qəyyumi olur ki, onlar da bir çox hallarda bilirsiniz də bizim Azərbaycan reallığında uşaqların müəssisəyə düşməyində valideynlər ola belə düşə bilirlər. Çünki bəzən müəyyən səbəblər gətirirlər ki, baxa bilmirəm və bu da təbii ki, valideyn himayəsindən məhrum olmalı. Yəni hər valideyn himayəsindən məhrum olmuş uşaq kimsəsiz deyil və nəticə itibarilə də o müəssisəni tərk edəndən sonra gedir anasına, ailəsinin yanına qayıdır və o artıq o proses davam edir. Amma təbii ki, burada valideyni olmayanlar, yəni tamamilə deməli, o hüquqi kateqoriyaya daxil olanlar var ki, onlara mənzillərin verilməsi təmin olunur. Həmin o kateqoriyaya daxil olan uşaqlar həmçinin əyani təhsil aldığı müddətdə təhsil ödənişləri təşkil edilmiş olur. Ümumiyyətlə, bunlar valideyn himayəsindən məhrum olmuş şəxslər sırasında olurlar, baxmayaraq ki, 18 yaşına çatıblar və ümumiyyətlə, bu prosesin özü bilirsiniz ki, artıq 2022-ci ilin 1 noyabrından etibarən hər bir müəssisədə olan uşağın fərdi inkişaf planı planlaşdırılır, tutulur. Bu da elə gatekeeping mexanizmi çərçivəsində uşaqların, müəssisədəki olan uşaqların inkişafını təmin etmək məqsədi ilədir. Bu inkişaf planlarında uşaqların müxtəlif göstəriciləri, bacarıqları, psixoloji dayanıqlıqları nəzərdən keçirilərək onların və bioloji valideynlərinin və müəssisədəki tərbiyəçilərinin, yəni qayğı göstərənlərinin iştirakı ilə onların fərdi inkişafına yönəlik planlar tutulur. Təbii ki, orada müəyyən yaş kateqoriyasına daxil olan 16, 17, 18 yaşlı uşaqların təhsil ehtiyacları, onların bəlkə arzuları, bəlkə sevdiyi, arzuladığı deməli, ixtisaslar belə müzakirə oluna bilər və o fərdi inkişaf planlarının icrası daha sonra həyata keçirilir və onlar bizim müvafiq olaraq sosial işçilər tərəfindən onlara baxış da keçirilir ki, nə qədər yerinə yetirilə bilir və bu ümumiyyətlə qayğını tərk etmə, müstəqil həyata hazırlıq, bu olduqca vacibdir, bir valideyn himayəsindən məhrum olmuş. Amma bu iş həyata keçirilir. Var bu istiqamətdə. Var, əlbəttə ki. Karyera məsləhəti, psixoloji, sosial bunlar hamısı biz bunların hamısına qiymətləndirmə çərçivəsində yekunda adını fərdi inkişaf planı qoyuruq və ümumilikdə, amma işin ən çətin tərəfi də budur əslində. Yəni 14-15 yaşında bir gəncə, yeniyetməyə artıq həyatda onu gözləyəcək, gələcəklə bağlı reallıqları onun gözünün qabağına sərmək, o müzakirələri aparmaq, o məsuliyyətləri ona yavaş-yavaş müstəqil həyata başladığında nə etməlidir? İlk adımlar nə olmalıdır? Bax, bunlar olduqca önəmlidir ki, əslində bu öz-özündən məxsus bir sahədir. Siz dediyiniz kimi, burada bir mentor dəstəyi, orada bir deməli, karyera bələdçisi, burada hətta CV hazırlamağa qədər olan məsələlər artıq o uşağın olduğu müəssisədə bunlar həyata keçirilib, uşaq müstəqil həyata hazırlanmalıdır. Və bir vacib məqamda, Kəmalə xanım, istədim sizdən bununla bağlı soruşum. Qeyri-hökumət təşkilatları, ictimai birliklər və onlarla dövlət qurumları arasında əməkdaşlıq mexanizmləri, bax, sırf bu mövzuda əsas mövzumuz, əsas prioritetimiz uşaqların gələcəyidir. Bu istiqamətdə hansı əməkdaşlıq həyata keçirilir və qane edirmi bu əməkdaşların səviyyəsi? Əslində, son 5 ilin müqayisəsini götürsək, xeyli irəliləyişlər var. Yəni, biz qeyri-hökumət təşkilatı olaraq daha çox bu istiqamətdə çıxışlar edirdik ki, dövlət qurumları ilə əməkdaşlıq, hər bir qurum öz-özlüyündə nəsə öz öhdəliyinə düşən vəzifəni icra edir, amma bu haqda məlumatlılıq yoxdur və yaxud zəif olur. Amma son, hətta deyərdim 6-7 ildir ki, bu istiqamətdə böyük irəliləyişlər var. Yəni, istədiyimiz o multidisiplinar komanda, sistemli, belə deyək, yanaşmada QHT-lər də var. Və xüsusilə sosial xidmət icra edən QHT-lərdir ki, və bu nəyə gətirib çıxarır? Bu, əməkdaşlı fəaliyyətə gətirib çıxardır. Adi elə nümunə ki, uşaq qaynar xətt sistemi, xidməti
daxil olan hər hansı bir uşaqla bağlı problemi dərhal sistemə giriş edir, Sosial Xidmətlər Agentliyi sisteminə və ora əlavə edir. Və dərhal həmin rayon üzrə sosial işçi dərhal əlaqə saxlayır və həmin кейsi götürür. Digər tərəfdən nümunə olaraq WhatsApp qrupunun yaradılması məsələsidir ki, gecə-gündüz 24 saat ərzində həmin WhatsApp qrupunda rayonlar üzrə, bölgələr üzrə regional əlaqələndirici komanda var, hansı ki, dövlət qurumlarıdır və ən çox xidmət sahəsində çalışan QYT-lərdir, sığınacaqlardır, sosial xidmət mərkəzləridir, uşaq qaynar xətt xidmətidir ki, daxil olan hər bir gecədə daxil olan keys dərhal araşdırılır birbaşa. Ki, həmin istər deməli Gəncə bölgəsi olsun, istər Quba bölgəsi olsun, yəni hamısı birdən bu məlumatlar əldə olunur və konfidensiallıq əlbəttə ki, qorunmaq şərti ilə dərhal fəaliyyətə başlayır. Yəni biz nəyə nail olduq ki, bir uşağın məsələsi, bir ailənin məsələsi dərhal təcili operativ yanaşma ilə müdaxiləyə və erkən müdaxiləyə xüsusilə cəlb olunur və onun həll istiqamətində hamı birgə fəaliyyət göstərir və xüsusilə əgər bölgədirsə, biz indi deyirik ki, regionlarda sosial işçilər, kadrların, uşaq psixoloqlarıyla bağlı bizdə biraz çətinliklər var, mövcuddur və bu, xüsusilə bu aspektdən yanaşsaq, icra hakimiyyətləri nəzdində olan uşaq hüquqları müdafiəsi komissiyaları, istər bələdiyyələr, monitorinq qruplarının nümayəndələri, istər səhiyyə sahəsi, istər hüquq mühafizə orqanları və sosial xidmət mərkəzləri də bu sahədə dərhal operativ yanaşma göstərir. Çünki qaynar xətt tutaq ki, bir кейsi alır, dərhal aşkarlayır. Amma onu bölgədə, həmin rayonda araşdıran yenə də o resursları, o kadrlardır ki, insan resursu olaraq o bizə dəstək göstərir və xüsusilə də bu QHT dövlət əməkdaşlığı da hətta qeyd edim ki, bu da yeni bir məlumat olacaq. İndi Cavid müəllim biz bu qanunvericilik sahəsində görürük, iştirak edirik yaxından. Amma sizin izləyicilərə də bu bir məlumat olar ki, uşaq hüquqları qanununda da, yeni qanunda da xüsusilə bir neçə maddə məhz qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti ilə dövlət qurumlarının əməkdaşlığına həsr olunub. Yəni bu özü də onun göstəricisidir ki, söhbət burada yenə də Cavid müəllimin sözünə qüvvət uşaqdan gedir. Bizim məqsədimiz uşağın ümdə marağıdır. Və hamı bu istiqamətdə birgə addımlayanda birgə fəaliyyət yaxşı nəticə verir. Çox gözəl, inkişaf təbii ki, göz qabağındadır və daha bir inkişafı göstərən böyük bir hərəkat, hətta demək mümkündür buna. Övladları götürmək sahəsində yeniliklər oldu, düzdür Cavid müəllim? Son bir neçə il ərzində bu sahədə çox mütərəqqi yeniliklər oldu, yeni standartlar tətbiq olundu, yeni qaydalar, prosedurlar müəyyənləşdirildi ki, artıq bu istiqamətdə işlər, bu standartlar, bu qaydalar üzərində həyata keçirilir və həmçinin də daha bir yenilik himayədar ailə modeli oldu ki, bu da kifayət qədər mütərəqqi bir modeldir və çox maraqlıdır mənim üçün ki, yəqin ki, tamaşaçılarımız üçün də bu maraqlı olar ki, bu yeniliklər haqqında cəmiyyətimizdə məlumatlılıq səviyyəsi kifayət qədərdirmi? Yəni, tutaq ki, məsələn, himayədar ailə olmaq istəyən, valideyn himayəsindən məhrum olmuş uşağı himayəsinə götürmək istəyən ailələrin sayı kifayət qədərdirmi? Bu qane edici səviyyədədirmi? Bəli, Şahin müəllim, çox vacib məqama toxundunuz. Həqiqətən qane səviyyədə deyil. Xidmət var, amma müraciət sayı azdır. Yəni, indiyənə qədər cəmi 100 nəfər tərəfindən müraciət olunubsa. Burada araşdırılma mövzusu da artıq bu. Bu ciddi tədqiqat mövzusudur. Bunun maariflənməklə qəti əlaqəsi yoxdur. Mən elə düşünmürəm, çünki artıq 3 il ərzində kifayət qədər məlumatlılıq var. Çarxlar da çəkildi, hətta metrolarda, avtobuslar, dayanacaqlarında, televiziyalarda. Yəni medianın bütün alətlərindən aşağı-yuxarı istifadə olundu. Burada yəni artıq gəlir normalar, sosial normalar, zərərli normalar var. Bəziləri hansı ki, bizi bəzən yaxşı xeyirxah işləri görməkdən saxlayır. Məsələn, neynirsən götürmə, götürərsən birdən filan kəsin uşağı kimi, onlar kimi bizim ətrafımızda zərərli, toksik bəzən o mif olur ki, hansı ki, onlar belə müəyyən miflərlə, qeyri-ciddi, bəzən əsası olmayan məlumatlarla insanları o yaxşılıqdan təşviqi, yaxşılığa doğru
addım atmaqdan saxlayırlar. Məsələn, niyə mən bu prosesin adını yaxşılıq adlandırıram? Çünki bizim bu günləri 50-yə yaxın himayədar ailəmiz var ki, o 78 uşaq onları himayəsindədir. O ailələr özləri mənə görə, yəni mənim nəzərimdə onlar qəhrəmandırlar. Yəni həqiqətən də heç nəyə fikir vermədən, düşünmədən bu prosesə girdilər, bu prosesdə sevgini əskitmədilər və himayədar ailədəki uşaqlar, siz onların hər biri ilə mən indi nəsib olduqca onların ailələrinə səfər elədikcə görürəm. Yəni parlaq uşaqlardılar. Yəni olsa parlaq idilər. Sadəcə orada şərait lazım idi ki, biraz daha individual, birə-bir yanaşma lazım idi ki, biraz daha parlasınlar. Yəni xəstəlikləri olanlar belə artıq sağalmağa doğru gəlirlər. Niyə? Çünki bir uşağın, məsələn, deyək, körpə uşağın ağlamağına dərhal reaksiya gəlməlidir. O dərhal reaksiya gələndə artıq o özgüvən formalaşır uşaqda. Körpə uşaqdan, 0-3 yaş arası uşaqdan belə danışanda biz özgüvən onda formalaşır. Çünki o etimad olunmuş əlaqələr formalaşır, qurulur. Və yaxud böyük uşaqlar olsun. Bizim himayədar ailədə hər yaş kateqoriyasına aid uşaqlarımız var və bu uşaqları görəndə artıq görürsən ki, reallıq budur. Cəmiyyət nəyə inanır, onu mən tədqiq olunacaq mövzudur, bir araşdırılmalıdır, sorğular keçirilməlidir. Amma reallığımız başqadır. Himayədar ailələr hər biri öz-özlüyündə oradakı uşaqlar belə qayğı prosesi düzgün təşkil olunmuş və himayədar valideynləri tərəfindən sevgi və qayğı ilə, sevgi tək kifayət eləmirdi. O qayğı stabil olmalıdır, qayğı əhatəli olmalıdır. Onlar hamısı təşkil olunub və bizim rəqəmimiz, bizim datamız, bizim məlumatımız budur. Amma müraciət eləməkdə tərəddüd eləyən ki, tərəddüdə də yer qoymuyor və bilirsiniz, dövlət müavinət müəyyənləşdirib. Yəni, pulsuz qoymur heç kimi. Uşağa qayğı göstərməyə görə aylıq müavinət verir. 355 manatdan 435 manata qədər, daha doğrusu 395 manata qədər sağlamlığı olan uşaqlar üçün, əlilliyi olan uşaqlar üçün 500-650 manata qədər, yəni yaş kateqoriyalarına görə burada rəqəmlər dəyişir. Bir də rüblük geyim xərclərini qarşılayır. Orada 200 manatdır hər rübdə. Yəni, uşağın baxım xərclərini də verir. Yəni, heç bir əslində bəhanə yeri qalmır. Bu artıq gedir dediyimiz kimi, əvvələ qayıdıram, bu artıq normalara, cəmiyyətdə oturuşmuş miflərə, stereotiplərə ki, bunlar dəyişməlidir. Amma mifi belə bir gün içində dəyişmək olmaz, stereotip də bir gün içində dəyişmir. Biz görməliyik, gördüklərimiz, məsələn, mən görmüşəm himayədar ailədəki uğuru, gördüklərimizi çatdırmalıyıq və digərləri görməlidirlər, çünki sosiologiyanın bir dənə qaydası var, görən inanar. Görən inanar. Və bir vacib məqamda nəzarət və monitoring mexanizmi. Bu necə qurulub? İstər müəssisələrdə böyüyən, yaşayan uşaqlar olsun, istər övladlığa götürülən uşaqlar olsun və yaxud himayədar ailədə yaşayan uşaqlar. Çox önəmli məqamdır bu. Çünki himayədar ailəyə verməklə iş bitmir və yaxud övladlığa verilməklə iş bitmir. Bundan sonra yəni onların davamlı şəkildə ailədəki təhlükəsizliyini, psixoloji rifahını, sosial vəziyyətini bizim əməkdaşlar tərəfindən hər bir xidmətin özünə məxsus deməli monitoring deməli vaxt aralığı var. Övladlığa götürmədə ilk rübdə bilirsiniz ki, ilk ildə rübdə bir dəfə monitoring olur. Növbəti ildə uşaq 18 yaşına çətinənə qədər minimum ildə bir dəfə monitoring olunur hər dəfə. Amma himayədar ailədə monitorinqlər intensiv xarakter daşıyır. Bəzən minimum ayda bir dəfə və yaxud ayda bir neçə dəfə də ola bilər. Çünki biz himayədar valideynləri tək qoymamışıq. Bu himayədar ailəyə uşaq götürən valideynləri dəstəkləyən sistem var Sosial Xidmətlər Agentliyinin, yəni istər aparatı, istər filialları səviyyəsində. Yəni hər an çətinlik olanda lazımdırsa 3 dəfə, 4 dəfə, 5 dəfə belə əməkdaş ora səfər edib, oradakı çətinliyin aradan qaldırılması istiqamətində ailəyə yön göstərə bilər, ailəyə istiqamət verə bilər, ailəyə real deməli müşahidə edə bilər ailəni hansısa bir məsələdə bacarmırsa, xəstəxanaya qədərmi, nə bilim, asan xidmətə mi qədərmi, harasamı ki, yəni bu prosesləri belə eləyir. Yəni himayədar ailədə vəziyyət budur. Müəssisədəki olan uşaqların isə bilirsiniz ki, bu günləri alternativ qayğı müəssisələrində olan uşaqlar, yəni istər kiçik qrup evləri, istər bizim agentliyin uşaq evləri, hansı ki, bu agentliyimizin nəzdində olanları danışıram. Burada da hər bir uşağın müdafiəsi, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları və müdafiəsinə dair qanunla uyğun olaraq tənzimlənir. Kəmalə xanım, vaxtımız çox az qalıb, mən istədim bir sualda ünvanlayım sizə. Bu istiqamətdə sizcə nəyi dəyişmək olar, dəyişmək lazımdır, yaşlılığa doğru təbii ki. Valideyn himayəsindən məhrum olmuş uşaqların daha
böyük diqqət görməsi, daha çox qayğı ilə əhatə olunması və onların gələcəyinin daha yaxşı olması üçün. Bilirsiniz, mən deməzdim dəyişmək. Hər şey çox yaxşı başlayıb və yaxşı gedir. Gedişatı uğurludur, pozitiv statistikanı da eşidirik, görürük. Sadəcə olaraq genişləndirmək, daha belə deyək, təkmilləşdirmək ola bilər. Yəni işlədikcə bu ailələrin, ümumiyyətlə insanların uşaqları götürmək hazırlığı məsələsi ki, Cavid müəllim vurğuladı. Bu digər ölkələrdə də bizdən öncə başlayıb, bu proses həmişə olubdur və bir məsələ də var ki, bayaq vurğulandı, burada riskli uşaqlar və yaxud çətin şəraitdə yaşayan uşaqlar hər zaman mövcud ola biləcək. Təəssüf ki, ailə, cəmiyyət var və insanlardır, hərə bir xüsusiyyətdədir, hər bir ailənin davranışı və s. ola bilər. Amma yenə də erkən müdaxilə, birinci bunu gücləndirmək lazımdır ki, regionlarda ailələrin həmin o xidmətlərə çıxışını belə deyək, təmini baxımından, kadrların inkişafı. Digər məsələ mövcud mərkəzlərin fəaliyyəti regionlarda artırmaq. Hətta yaxşı olar ki, mərkəzləşdirilmiş, hətta məsələn, düzdür, belə deyək də, o mərkəzlərin yaradılmasına maliyyə vəsaiti tələb edir. Söhbət hansı mərkəzlərdən gedir? Sosial xidmət, reabilitasiya mərkəzlərin ki, ailələr, belə deyək də, hər hansı bir kiçik çətinlik olduqda və yaxud məişət zorakılığı olsun, hər hansı bir övladı ilə valideyn arasında mövcud belə gərginlik yarandıqda hara müraciət eləyə bilər ki, o məsələ belə deyək də dərinləşməsin, o uşağa gələcəkdə travma verməsin. Yəni istər ailədə hər hansı bir zərərli vərdiş varsa, uşağa qarşı hər hansı bir zorakılıq varsa, onun qarşısı erkən yaşlardan və yaxud erkən dövrdə aşkarlanıb həllini tapsın. Nəinki artıq elə vəziyyətə gəlib çıxır ki, o ailədə uşağın yaşaması mümkün deyil və o götürülməlidir. Və hətta o çıxan zaman belə o uşaq təbii ki, əməkdaşın da işi ağırlaşır ki, o travma ilə işləmək, ona yeni mühiti uyğunlaşdırmaq, bu bir problem. Yəni ailələrlə birbaşa xidmət gücləndirilməsi vacibdir. Digər tərəfdən müəssisələrdə olan uşaqları, bax o böyüklərin düşüncələrini daha belə deyək də düzəliş etmək. Bax burada düzəlişə ehtiyac var. Çünki 10 il bundan əvvəl ümumiyyətcə həmin o stereotip var idi ki, özgə uşağını neynirsən? Sən bilmirsən. Amma irəliləyişlər var. Artıq verilən ailələrə verilən deməli uşaqlar, onların yaşama inkişafı, himayədar ailə olsun, bioloji ailəyə qaytarılan, onların monitorinqi gücləndirilmiş rejimdə aparılır. Amma daha çox insanların buna meyilliyini artırmaq üçün yaxşı keysləri göstərmək, o deməli, uğurlu insanları, orada böyüyən o ailələrdə böyüyən həmin o uşaqların həyatlarını, talelərini bəlkə nümunə olaraq göstərmək. Çünki Cahid müəllimin sözünə qüvvət, maarifləndirmə onsuz da gedir və o dayanmır. Maarifləndirmə mütəmadi var, amma insanların hazır olub, hətta övladı olmayan insan yaxşı gedir, o ümid eləyir ki, müalicə edəcək və öz dünyaya bioloji olaraq bir valideyn ola biləcək. Amma yaş gedir, o valideyn ola bilmir, amma gedib risk eləyib hər hansı bir müəssisəyə də getmək istəmir. Təşəkkür edirəm. O baxımdan düşünürük ki, mən bir fraza ilə razılaşmıram. Adətən uşaqlar gələcək yox, indiki bizim bugünümüzdür ki, biz bugün onlara investisiya, dəstək, sevgi, qayğını təmin etməliyik ki, onlar gələcəkdə yaxşı bir vətəndaş, bir insan olaraq yetişə bilsinlər. Təşəkkür edirəm hər ikinizə. Əslində bizim bugünkü söhbətimiz nikbin bir nəticəyə gəlməyə əsas verir. Kifayət qədər işlər görülür, kifayət qədər böyük işlər görülür və yəqin ki, bu işlərin nəticəsini hələ bir 10 ildən, 20 ildən sonra daha yaxşı, daha aydın hiss edəcəyik. Və yetər ki, Cahid müəllim, sizin də dediyiniz kimi, cəmiyyətin hər bir fərdi, hər bir üzvü əslində burada özünü bir qədər nəsə etməyə borclu hesab eləsin. Çünki əsas məsələ burada bizim uşaqlarımızın mənafelidir. Bu isə ən böyük səbəbdir ki, hər birimiz nəsə etmək istəyək ən azından. Çox sağ olun. Hər ikinizə təşəkkür edirəm ki, bizə vaxt ayırdınız və bu vacib mövzuda öz fikirlərinizi bildirdiniz.
Bu gün valideyn himayəsindən məhrum olmuş uşaqlar haqqında danışdıq və mən bugünkü qonaqlarımızı bir daha təqdim etmək istəyirəm. Kəmalə Aşımova, Ümidli Gələcək Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin direktoru və Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmaliyev. Ekspert rəyində müzakirəmiz burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.